Hara gelsən başa düşmədim. Gedirəm nədir? Eşitdiyin kimi. Mən buradan gedirəm, səndən də ayrılıram. Ay qız dəli olmuşsan, ayrılıram nə deməkdir? İmran, mən daha burada yaşaya bilmirəm. Sizin ailənin qanunları mənə görə deyil. Başa düşürsən, mən burada boğuluram, yaşaya bilmirəm. Ay qız, mən niyə dəli elirsən, sən? Niyə dəli elirsən məni? Gedəcəm nədir? Ha, təzə çıxdı bu da. Bir danışaq da, bir həll eləyək söhbəti. Nə danışağı? Nə danışaq? Ağzımı açıram, deyirəm, nəysə deyirlər. Bizdə belədir, bizdə elədir. Burada mənim də maraqlarım var da. Mən fikrimi önemsəyən yoxdur burada. Bir dəqiqə sakitləş. Bax, Aygün, nəsə xoş və gəlməyibsə, biz onu danışıb həll eləyə bilərik. Yəni, hər şey belə gedirəm, ayrılıram, bu şeylə həll olmur. Gəl söhbət eləyək, danışaq, yoluna qoyaq da. Yox, İmran, mən bu qədər insanın dediyi sözlərlə oturub dura bilmirəm. Başa düşürsən? Mən azad insanam, mən rahat insanam. Mən bunların sözü ilə oturub dura bilmirəm. Başa düşürsən, mən istədiyim vaxt çıxıb getməliyəm. Aygün, sakitləş. Mənə bax, mən sənsiz nəfəs ala bilmərəm. Gəl, nə olar, nəsə olubsa, danışaq, həll edək. Bilmirəm, İmran. Bu qədər insanın sözü ilə oturub durmaq mənə görə deyil. Başa düşürsən? Mən gərək bu əvvəlcədən fikirləşərdim. Aygün, biz mənə fikirləşmirsən, hə? Mənə fikirləşmirsən. Mən sənsiz nə eləyərəm? Budur mənə sevgin, tək qoyub gedirsən məni. İmran, axı mən sənə dedim ki, götür mamanı da, bir yerdə gedək, mənim evimdə yaşayaq da. Mama razı olmadı ama. Sən başa düşmürsən. Mənim anamsız bu ev çökər. Bu ev mənim anamın üstündə deyalım. Əslində heç mənim anam da bu evdəkilərdən ayrı qala bilməz. Yəni, nə yalandır, mən də anamdan ayrı qalmaq istəmirəm. Bax, mənə bax. Söz verirəm. Hər şeyi danışacağım, həll edəcəm. Mənə biraz vaxt ver. Yaxşı? Danışdıq. Mən sənsiz ölərəm, mən sənsiz ölərəm. Nə belə edirsən sən? Yaxşı. Geç otur. Geç. Getməyə zadı yoxdur. Geç otur. Gülnar, mənim balam, sən belə susmaqla heç nə düzəlməyəcək. Arzularının dalınca get. Səni sevənin yanında ol. Sənan səni sevir. Özü də yaxşı oğlandı. İstəyirsən dostum. Sənan yaxşı oğlandı. Amma elçi gəlsələr, baba verməsə, sonunda mən neyniyəcəm? Əsas məsələ o deyil ki. Əsas odur ki, sən onu sevirsən. Yəni, bilmirəm ki. Deyəsən, hə. Ay, sağ ol. Bax belə. Sevirsənsə qalanı boşdur. Hər şey düzələcək. Sən indi sevə-sevə belə susacaqsan. Neyimi dostum? Bir söz de, bir addım at. Anaya deyirəm də, özünü başa düşən kimi göstərir, mənlə razılaşır, sonra yenə atanın, babanın dediyini eləyir. Elmiradı da. Bax qızım, onlar əvvəl hər şeyə yox deyəcək. Sonra görəndə ki, sənin ürəyin var, razı olacaqlar. Hər halda evladlarsan da mənim balam. Sən onlarla açıq danış. Gizlətdikcə nəticəsi ağır olur sonra. Deyirsən, deyim. Danış. Sevgini qorumaq üçün danışmağa dəyər mənim balam. Sən anda yenə deyirəm, yaxşı oğlandı. Nə qəşəng sözdür. Sevgini qorumaq üçün. Hə. Düz deyirsən dostum. Bir dənə səni. Dostu həmişə düz deyirdi. İndi fikirləşək, bibinlə görək nə düzüb qoşuruq. Bibin də işin içindədir. Əlbəttə. Bibisi şey olar. Şətsizdir. Bəs nə? Bizim bir Gülnarımız var da. Onu xoşbəxt eləmək üçün əlimizdən gələni eləyəcəyik.
Çox sağ ol hər şeyə görə. Hocam görüp qohumlardan kim var? Gülnar Atay, subay. Gülnar vereceğim ona. Ata, necə yəni kim varsa verəcəm ona. Elə şey olur. Bu qızın taleyini belə müəyyən edirlər. Necə istəyirsən bəs? Bilirsən, hardasa orada burada görünüb söz çıxmamazsa, verək birinə yaxına geçsin də. İstəyirsən sonra cəmaat ağzına gələn danışdın. Hər şey elə şey olar ata. Mən əmi kimi razı deyiləm. Elə bil hansı əşyadan danışırsınız siz? Hansı zamanında yaşayırıq biz? Kes. Yəni günahın çoxdur mənim yanımda. Sənin danışma haqqı çəpmir. Bu dəqiqə mövzu mən deyiləm ata. Bu dəqiqə mövzu Gülnardır. Elə bir savaşağa da Aram da tutum saxını danışım. Sənlə necə danışaq biz? Həm də ki mövzu qız deyil axı, qız tək gedib ora. mən sənə dedim sus, danışma. Sən bu evdə mənim yanımda söz sahibi deyilsən. Qərarları mən verirəm, vəssalam. Ata, bu qərarım biraz ani oldu. Mən bununla razılaşa bilmərəm. Qızımı tanımadığım bir adama vermək istəmirəm mən. Mən sizdən məsləhət almıram. Mən fikrimi deyirəm. Bu evdə sözüm mən deyirəm, siz yox. Bu heç yaxşı olmadı. Mən daha heç nə eşitmək istəmirəm. Nə edəcəksən? Bilmirəm. Bilmirəm. Bilmirəm nədir? Bax, buna yol vermə, ha, Fikrət. Mən buraxdığım səhvləri buraxma, ha. Adama qulaq asır ki, bir danışasan. Görmürsən? Ay qardaş, bu nə vaxt kimə qulaq asıb ki? Sən bunun düşüncələri ilə, bunun ağlı ilə hərəkət eləsən, məhv olarsan. Mən səhv eləmişim, mesela sən səhv eləmə. Bu adam bir sən nədir? Bu adam deyir ki, elə anca mən deyəndir. Qonşu nə deyər? Bu nə fikirləşər? Amma özünə çatanda qələt eləyir. O qələt eləyir, bu qələt eləyir. Ağlı işlət biraz. Sən uşağıva sahib çıx, qardaş. Uşağı başsız qoyma, qız uşağıdır. Görmürsən Hikmət nə deyir? Adı çıxacaq, nə bilim nə olacaq. Nə eləyib yaz uşaq? Əşi, kim nə deyir, qələt eləyir. Allah bir bunun beynindən nələr keçir. İndi qohum tapıb qohumla evləndirmək istəyir. Sən də gəlib uşağa nəsə deyib, uşağın ürəyini qırma. Yaxşı Hikmət, yaxşı. Sağ ol qardaş. Sağ ol. Mənə bax. Mən sənin böyük qardaşınım. Hər şeydə də sənin yanındayım. Bax ha, mən səhv eləməyim səni çaşdırmasın. Amma bil ki, həmişə sənin yanındayım. Yaxşı? Sağ ol Hikmət. Əski olma. Buna ehtiyacım var idi. Biz qardaşıq. Narahat olma, ətvi isəm də sümüyü viskə satmıram. Çox sağ ol. Nə oldu? Özünə gəldin? Biraz rahatladım. Şükür Allah. Gəlib eləmirlər da. Ya. Dəhşətdir valla. İkisini də uşaq kimi qabağına qoyub danlayır. Kimi ikisini də? Fikrətlə Hikməti. Həmişəki adamdır da. Yox, başa düşdüm. Fikrəti Gülüyə görə danlayır. Hikməti niyə danlayır axı? Yazıq Hikmət. Nigar gəzməyə aparıb ona görə. Hə, başa düşdüm. Ay Allah, Fiko gələndə üstümə düşəcək. Sən narahat olma. İmran dedi ki, özü danışıb Fikrəti yumuşaldıb biraz. Narahat ol.
Çox sağ ol Mətiz, çox sağ ol. Biraz ürəyim rahat oldu. Neynədin, danışa bildin? Danışdım. Nə məsələdir? Nə danışdınız? Gülnarla danışdım Elmira. Hə, Könlü sənandadır. nə olsun ya? Onsuz da kişi imkan verməyəcək. Onu bilmək olmaz. Xeyirlisi Allah'tan. Amin. Amin. Hazırlaş, sen üzüm soracağım. Niye? Kemal'ın nasıl işi var be? Ha, işi çıktı. Apararsan. Apar. Ne oldu bəs? Maşını alırdın mənə. Maşınım olsa indi özüm rahat-rahat gedərdim. Leman, tələsmə də. Seçirəm, yaxşısını. Tələsmə olacaq. Sən tələsmə, səbirli ol dedinsə, deməli məni yola verirsən, Cavanşir. Yaxşı da. Oldu ki. Niyə deyirsən? Mən gənc gözəl xanımam, istəyirəm öz işimi öz maşınımla gedim. Nə var ki burada? Olacaq, tələsmə. Orada işlər necədir? Salonda. Yaxşıdır işlər. Dünən müştərimiz çox idi. Bugün düzdür biraz az yazılıb, bilmirəm necə olar, baxaq görək də. Amma yaxşıdır. Mənə bax, işdən əlavə bir vaxtın olur bir yerə getməyə, yəni bir çay içməyə, istirahət eləməyə, olur? Yox, hardan olur? Müştəri çox olur. Amma bizim mətbəximiz vardı orada. Görmədin sən? Gördüm. İstəyəndə girib orada çay içirik də. Niyə arasa çıxırıq ki? Müştərinin çox olmağı yaxşıdır. Gün orada gələcəm, gedərək bir yerdə oturarıq, yemək yeyərik, biraz başına sıtsın. Yox, gəlmə. Yəni, əziyyət çəkib gəlmə də Cavanşir. Özümüz orada yeyərik də mətbəxdə qızlarla. Yox, əziyyətdir, yox deyirsən. Nə oldu ki? Ona görə demirəm, sən əziyyət çəkməksən, gəlməyəsən. Həm getsəm, bilirsən, fikrim işdə qalar. Bilmirəm də, indi təzə ustalardır, nə inirlər, müştəri ilə necə danışırlar, mən bilməyəm axı. Qoy yanlarında olun, görsünlər ki, mən ciddi xanımam. Bu yaxşı oldu. İşə belə yanaşmağın çox xoşuma gəlir. Olsun, olsun. Leman, bir şey olsa mənə de. Nə ola bilər ki, Cavanşir? Deyirəm də, hər şey ola bilər. Mənə de. Məndən gizlətmə. Yaxşı. Mən səndən heç şey gizlətmirəm. Nə var ki, nə də gizlədim. Həm mən sənə deməyim, kimə deyim? Özün bilirsən ki, mənim səndən başqa heç kimim yoxdur. Baş üstə. Başın sinəm üstə. Yaxşı. Gedək. Sən get, mən hazırlaşım, gəlirəm, yaxşı? Ay Allah. Elmira ütüləmişdin mi koftanı? Hə, ütüləmişim. Fiko, Hacım. oteldə işlər necə gedir? Hər şey qaydasındadır. Bilirəm hansı işi soruşursan Elmira. Arxayın ol. O qızı tənbih eləmişəm. Başını aşağı salıb öz işini görür. Mənlə işi yoxdur. Arxayın ol. Fiko, mən də başa düş. Düzdür, mən sənə etibar eləyirəm, amma qadınlar hər şeyə qadirdir. Bil bunu. Bilirəm də Elmira. Ona görə deyirəm ki, arxayın ol. Başa düşürəm səni. Bir də Gülnara deyərsən ki, heç ara çıxıb eləməsin. Ehtiyatlı olsun. Artıq söz-söhbət istəmirəm mən. Fiko, Hacım. o məsələ necə olacaq? Mən çox narahatam. İndi kişi qızı kimə gəldi verəcək? Belə şey olar.
Yox. Mən buna imkan verməyəcəm. İndi cavan idi deyə susmuşdum. İmkan vermərəm qızımın taleyi ilə oynasınlar. Lazım olsa atamın qabağına özüm çıxacam. Bu dəfə onun dediyi keçməyəcək. İndi belə deyirsən. Sonra atanla razılaşma nə olar? Gülü yazıqdır. Uşaq bunu götürə bilməz. Dünən mənə Hikmət bir söz dedi. Nə dedi? Ürəyim parçalandı. Dedi qızına sahib çıx, qoru onu. İmkan vermə mən elədiyim səhv eləsin. Çoxdan da istədiyim böyük qardaş dəstəyini dünən gördüm. Fikirlərimiz ondan üst-üstə düşməsə də mən Hikməti çox istəyirmişəm. O da səni çox istəyir. Bilirəm. Yaxşı, indi ürək döyüntülərinə baxıram. Çox normaldır, ritm stabil. Baş ölçüləri 5 aylıq dövrə tam uyğundur. Beyin strukturu yaxşıdır, onurğa da yaxşı inkişaf edir. Şükür. Əlləri, barmaqları baxın buradadır. Ayaqları da düzgündür. Hərəkətləri aktivdir. Çox şükür Allaha. Və indi cinsiyyəti də görə bilərik. Evdə kim var? Qız ya oğlan? Bir qızımız var. Təbrik edirəm, körpəniz oğlandır. Nə? Oğlan? Oğlumuz oldu, Nigar. Dəqiqdir Hikmət bəy. Hətta çox aydın görünür, yanılmaq mümkün deyil. Çox şükür Allaha. Çox şükür, Allah sizdən razı olsun. Nigar, eşitdin oğlumuz olacaq. Eşitdim. Şükür olsun. Çox şükür. Ümumilikdə hər şey qaydasında, mən bir şey də qeyd edim. Bu aylarda stressdən uzaq olun, əsəbləşməyin. Ağır hecində qaldırmayın, risk eləmək olmaz. Yaxşı. Gördün? Mən sənə nə deyirdim? Deyirdim, stres olmaz. Ağır şeyə güdənmək olmaz. Bax, özünü qorumalısan ha. Nəyin bahasına olursun, özünü qorumalısan. Yaxşı? Çalışaram. Bu yaşda hamiləlik risklidir, onun üçün də ehtiyatlı olmaq lazımdır. Eşitdin? İndi əməl elə. Mənə bax, sən evdə heç nəyə görə narahat olmayacaqsan. Nə lazımdırsa mən özüm hamısını elə eləyəcəm. Yaxşı? Yaxşı. Oh, şükür sənə ya Rəbb. Kitab oxumağı sevirsən Nuray? Hə, çox xoş deyirəm. Onda sənə bundan sonra kitab gətirəcəm, yaxşı? Evet. Oxumusan bəs? Hə, oxumuşam, o çox maraqlıdır, ən maraqlısıdır. Necə qutaraq? Balaca şahzadə gedir öz planetinə. Çıxıb gedir dünyadan. Bəs planet uçur. Görürsən biz necə oxuyan uşaqları? Siz ikiniz də evindən ağıllıları oldunuz, mən uca qaldım qıraqda. Bəs nə bilmişdin? Gəlin bacı. İstəyirsən orada kitablar var, baxa bilərsən. Baxın. Bunu da qoyarsan oraya. Hı? Hərdən bu uşağa elə yazığım gəlir ki. Niyə? Nə bilim, sevilmir də. Baba onu lazımsız biri kimi bilir. Bibi onu əzizləyə bilmir. Bəs sən necə sevə bilirsən? Nə bilim, bilmirəm. Bəlkə elə mənim də yazığım gəlir. Bəlkə sən cavana görə belə fikirləşirsən, cavan qəbul eləyə bilmirdi deyə. Ola bilər. Amma uşağın günahı yoxdur. Çox çətindir. Çox çətindir. Baxdın kitablara? Ay, nə yaxşı gəldi Cavanşir, təmiz hava. Evdən uzaq. Nə fikirləşirsən belə, yaman fikirli görünürsən? İş güc. Hı? İmrana bir iş fikirləşirəm. Toy edisi eləməliyəm, hədiyəsi. Görək, nə iş tapıram ona. Yenə İmran, yenə uşaqlar, yenə iş güc. Nə oldu, bəs gəzməyə gedirdik? Söz vermişdin, amma aparmırsan. Gedəcək, narahat olma, qoy başıma sussun biraz.
Şahsardır. Cavab verdi, danış. Əşi nə deyim, yəqin yenə bu Fikrət işə gecikib onu deyir. Ya da salona usta tapıb. O bilirsən də ustaları o tapmışdı axı. Bilemem. Nə olub? Nəsə demək istəmirsən mənə. Demək istəyirəm. Demək istəyirəm ki, Cavanşir, səni çox sevirəm. Yaxşı ki varsan. Mən də səni sevirəm. Sevirəm. Amma gəzməyə gedək. Yaxşı, ikimiz qaçaq. Gedək gəzməyə. Mütləq. Mütləq. Görək də Cavanşir, görək. Arada çıxaq, heç olmasa hava alaq da belə. Yaxşı. Evdən uzaq. Səncə indi baba tapşırar ona, bizi gütsün. İndi bu nə olacaq ki, babayı satdıracaq? Nə desən ola bilər bala. Mən elə əvvəl gündən ondan şübhələnmişəm. Amma sən İmran belə məsələlərdə soyuqqanlı olsan yaxşıdır. Nə soyuqqanlı, nə soyuqqanlı? Nəyə gizlədir biz? Mənə birbaşa deyim ki, belə-belədir də, onsuz da şübhələnmişəm. Olmur da balam, belə fərziyyə ilə danışmaq olmur. Gərək əlində fakt olsun, sübut olsun. Ona görə də biraz səbirli olmaq lazımdır. Amma mənim səbrim zadım yoxdur. Mən bir sənə adamam, mən bir şeydən şübhələndimsə, mən axıra qədər getməliyəm. Ay İmran, qurban olum sənə. Ağılla hərəkət eləmək lazımdır. Tutaq ki, sən getdin ona dedin, hə. O da qaçıb babaya xəbər eləyəcək. O da yapışacaq yaxandan. Bunu istəyirsən, sən lazımdır. Neyse, yaxşı. Bu dəfə sənin qulaq asıram. Amma ilk fürsətdən mən o harada tutsam salacağım o təpimin altına. Yaxşı İmran, yaxşı. Bu sənin üçün məhəllə davası deyil. Diqqətli olmaq lazımdır. Fürsət gözləmək lazımdır ki, o özün ələ versin. Neyse, mən də o fürsəti gözləyəcəm. Yaxşı. Day geldi. Hı? Buradasınız. Ha, gel görüm. Gel görən nə xəbər var? Otur. Başa düşmədim. Nə xəbər gözləyirdiniz ki? Nəsə oldu? Bəli. Dayıgil həkimə gedib. Oğlum olacaq Mətiş. Nə danışırsan? Nə yaxşı ay Hikmə. Çox sevindim. Gözünüz aydın olsun. Çox şükür. Çox sağ ol mənim gözəl bacım. Təbrik edirəm dayı, təbrik edirəm. Bu nə xəbərdir belə məndən gizlədirsiniz? Birdən mən Xəzər xəbərə zada çıxaram deyərəm, hardasa. Allah sənə də qismət eləsin bacı oğul. Ay bala, kim gizlədir səndən? Mən özüm bilirdim ki, gözləyirdim elə bir xəbər gəlir. Sən olacaq bilməyəsən. Yox, bilmirdim. Ha, maşallah, deməli oğlun olacaq. Hə. Nə dedi həkim? Yaxşıdır hər şey, uşaq sağlamdır. Şükür Allah, şükür Allah. Hər şey qaydasındadır. Amma dedi ağır qalxızmasın, stressdən uzaq olsun. Yəni bu yaşda dedi özünü qorumalıdır da. Yəni belə çıxır ki, hər şey özündən asılıdır. Yəni ağır qaldırmaq da heç, amma o stressdən uzaq olmaq. İnanma. Mən də qoruyacağam əlbəttə. Amma yenə də narahatam, biraz qorxuram. Qorxmaq normaldır. Sən əsas sakit ol, hər şey yaxşı olacaq. Çox sağ ol Mətanət. Sən də sağ ol. Mənim qardaşımın üzü gülsün deyə mən nə deyirsən eləməyə hazıram. Onun üçün eləyə bilməyəcəyim bir şey yoxdur. Mən neçə vaxt onun üzünü, gözünü gülər görmürəm. Amma bugün onu çox xoşbəxt görürəm. Bunun üçün də Allaha min dəfə şükürlər olsun. Çox sağ ol bacı. Heç mən də özümə inanmıram. Gördüm mən sənə deyirdim də, səbirli hər şey yaxşı olacaq. Hə, heç inanılası deyil. Amma çox xoşbəxtəm. Çox sağ ol Mətanət. Get əzizim, get dincəl. Çox sağ ol mənim gözəl bacım. Ged mənim layık erkək dayım. Böyle de vuralım yıxaram zaten. İndi olub belə pışıda. Yaxşı. Adam dayısın elə söz deyir.
Olar Fikrət. Sənə kofe gətirdim. Çox sağ ol. Həm də dedim, soruşum görüm, Ləman gedib evdə nəsə danışmayıb. Nəsə danışmalı idi ki, Nə bilim, dünən elə danışdı ki, dedim gedib evdə nəsə deyər. və bu da sənin ürəyincə olardı. Eləmi? Yox, nə danışırsan? İstəmərəm mənə görə bir problem olsun. Heç istəmərəm. Şahzar, sən mənə problem yaratma. Ləman heç nə eləyə bilməz. Nə problemi yaradıram ki? İndi təsadüfən oldu. Unutmayacaqsan onu. Təsadüfən. Təsadüfən oldu. Yoxsa sifariş idi? Bəs dünən kimlə görüşdün? Kim idi o salon açan, usta axtaran? Hı? Bunu mən deyə bilmərəm, Fikrət. Zamanla özün biləcəksən hər şeyi. Nəyi biləcəm Şahsar? Niyə gizlədirsən? De də. Başqalarının sirrini vermək istəmirəm. Elə oldu. Hə, indi belədir. Amma narahat olma. Məndən sənə pislik gəlməz. Nə bilim. Əgər kiminsə sifarişi ilə oturub durursansa, səndən hər şeyi gözləmək olar. Bayaqdan gözləyirəm ki, özün deyəsən, amma görürəm ki, demək istəmirsən. Dünən sizi gördüm Şahsar. Vacib işim var idi dedin, getdin, amma Ləmanla görüşdün. Nə məsələdir? Dediyim kimi, o salon açır, mən də ona kömək edirəm. Ləman salon açır. Dedim axı, əri açır onun üçün. Ona görə demək istəmirdim. Bu kişi nə fikirləşir belə? Gec-tez onsuz da biləcəkdiniz. Amma xahiş edirəm, mənim adım olmasın. Narahat olma. Mən də deyirəm, görəsən Ləmanla nə işin var sənin? Əvvəldən de də bunu. Atan hamıdan gizlin alıb salonu. Nəysə mən gedim işlərimi görüm. Onsuz da çox danışdım. Git. Bu süperini başqa əsərlər də var burada. Dedim nəsə yazılıb, şeylərə qulaq asmalıyım. Mehribanlığa da bax. Sən gedə bilərsən, anan gəlib. İmran, uşaqla niyə elə danışırsan? Nə deyirəm, anası gəlib də, yeb anasını görsün də. Bu arada səni də təbrik edirəm. Niyə? Nə olub ki? Əmin oğlu olur. Dayı-dayıgili nigardan qeyblər həkimə. Dayı-dayın oğlu olur. Sənin də əmin oğlu olur da. Mənim bir dənənim oğlu var idi. Cavan. Başqa oğlu qəbul eləmirəm mən. Deyirsən də. Görəcək onda, birazdan şey deyirsən, pipi, neysin. İmran, zarafatın yeri deyil. Məncə olandan sonra danış. İndi belə danışmaq lazım deyil. Heç vaxt. Vaxtı gələr görərik. Əşi danışır da. Heç bu birisi sənə eşləyən dör. Belə mehribansan oyna. Göründə o burada doğulacaq, burada böyüyəcək. Sən onu sevməyə bilərsən. Həm də baxma da, baban varisi olacaq. İşimiz var. Nə var maddə yeməyin? İmran, yaxşı da. Nə olub Elmira?
Heç nə olmuyor. Yox, nəsə olub axı. Gəl bir çay süzüm sənə kək otulu. Yox. İç özrə gəl. Yox, Zeynəb, mən çay istəmirəm. Mənə soyuq su ver. Soyuq su, ciyərim yanır. Nə olub ay qız, nə görmüsən, nə eşitmisən yenə? Səncə nə sən soruş, nə mən danışım Zeynəb. Heç nə soruşma məndən. Yox, qoy soruşum, sən də danış. Yoxsa belə həyəcandan bir təhər olmusan. De görüm. Deməyim də nə olar Zeynəb. Bu xəbər də məndən çıxmasın. Ay qız, de görüm nə olub. Yox, yox. Ürəyim üzüldü. Deyirəm, ay Allah, arsızlığın dərəcəsinə bax da. İnsanda bir utanmaq hissi olar. Utanmaq hissi olar. Gülə-gülə gəlib deyir ki, oğlum olacaq. Sənin xarab oldu. Kimi? Kim olacaq? Sənin eksərin, Hikmət. Lap yaxşı. Sevinə-sevinə gəlir də, hə? Sevdiyi qadından sevdiyi evlad olur. Zeynəb. Dedim deməyim də, heç nə deməyim. Bax, pis oldu. Bilirdik də onsuz da burada. Təəccüblü nə var ki? Bilirdik. Zeynəb, qurban olsun. Sevinirdi. Günlərin dərs məsələsi necə olacaq? Hələ bilmirəm. İndi dayımla danışdım. Dedim ki, Gülnarı gəzməyə mən aparmışam. O məsələni həll elədim, indi qaldı bu. Aygül də getməlidir də, görək nə olur. Gülnar özü necədir, yaxşıdır? Yaxşı. Dayımın da oğlu oluruq. Olsun da olsun. Nə qədər olsa da heç kim cavanın yerini verməyəcək. Yəni Gülnar da onu dedi. Düz deyir elə. Sən çox qəribə gəlir mənə. Sən necə əzizlərindən uzaq düşəsən, itirəsən, sonra bir dənə başqa adama bağlanasan bu. Nə bilim. İndi sən bunu özünə aid edirsən? Yəni əvvəl bir-birimizin yad adamlarıydıq. İndi onsuz nəfəs ala bilmirsən. Səncə də qəribə deyil bu. Qəribədir. Ümumiyyətlə, həyat qəribədir deyirəm. Adam, nə bilim, yəqin ki, sonradan sevmək də olur, bağlanmaq da olur. Qarşı tərəfin sevgisi adama xoş gəlir. Nə bilim, fərqli hisslər də başa düşmək olmur. Bax, sən necə bir kitab yazmırsan? Yazıram da hərdən. Yaz, bıraq biz də almayaq, tamam. Az qaldı. Bilsən necədir, mən əslində sevməkdən qorxuram. Mən istəmirəm sevdiklərimi itirim. Sən qorxmamalısan, hə? Sən qorxmamalısan ki, xoşbəxt olasan. Başa düşdün, qorxularınla üzləş. Baba. Nə olub? Bayaqdan qorxuların özü bəzi gəlinə. Məncə fərqli şeylər də var. Neysə də gedim, mən də gedim bir təbrik edeyim, o baxmadı. Təzə nəvəsi olur, təzə varisi gəlir. Təzə baş beynini xarab eləməni bir adam var. Gözünüz aydın. Yaxşı, görüşərik. Hələlik. Ata, geç. Eləş. Sənə şad xəbərim var. Nə xəbərdir? Ata Hikmətgilə kimə getmişdi. Deyiblər ki, uşaq oğlandı. Yaxşı. Nə yaxşı xəbər oldu. Səni sevinəsən həmişə. Var ki, bir xoş xəbər eşitdim. Təbrik edirəm, təzə xəbər eşitdim.
Təzən evə gəlir. Oğul nəvəsi. İmran, əzizim, ana səndən eşidəyim. Eşidik, əlbəttə eşidik. Nəşə eşitməyək. İndi yəqin ki, bu təzən evə gələni biz yadda çıxmarıq da bizim də hədiyəmiz. Heç beymədin də İmran. Əşli sənin hədiyyən məndə. Belə baxanda mən də şirinlik istəyirəm. Bu cürə gözəl xəbər vermişəm. Səninki nə qədəyəm bu ya? Gördün, girdi, mama da girdi. Nədir isti istəmək lazımdır da. Deyən nə olsa eləyək də, qoy birdən birinci şey deyək. İsti yaxşı. Hə, narahat olma. Babanın sərbəti hamıya çapır, hamıya. Yox, indi deyirsən, amma hərəkətdə yoxdur axı da, yəni. Vaxtı çatanda gələcəksən. İnşallah. Allah bizə uzun ömür verər yəqin. Ömrümüz çatar. İnşallah.